Salam. İnsanlar stres nədən yaşayır? Stres nədir? Gəlin səbəbini doktorumuzdan soruşaq. Stres orqanizmin daxili və xarici təzyiqlərə qarşı verdiyi psixoloji və fizioloji cavabdır. Yəni insan bir təhlükə, qıcıq hiss etdikdə beyin bu vəziyyətə uyğunlaşmağa çalışır. Buna da stres reaksiyası deyirik. Əslində stres insan üçün təhlükə ilə mübarizə aparmaq və ya təhlükədən qaçmaq üçün lazımlı bir reaksiyadır. Lakin şiddətli və uzunmüddətli stresə məruz qalmaq bir çox sağlamlıq problemlər gətirir, psixoloji və somatik xəstəliklərə səbəb ola bilir. Bəs həyatımızda stres yaradan amillər nələrdir? Bunlardan birincisi ailə və maddi problemlər, işlə bağlı problemlər, sosial münasibətlərdəki problemlərimiz, həmçinin sağlamlığa bağlı narahatlıqlar əsas stres yaradan faktorlardır. Bəs şiddətli streslə necə mübarizə aparmaq olar? Birincisi, həyatımızda stres yaradan faktorları birdəfəlik çıxartmaq lazımdır və ya onları qəbul edib verdiyimiz cavab reaksiyasını azaltmağa çalışmalıyıq. Əgər bunlar da effekt vermirsə, professional yardım almaq lazımdır. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.